Bu günləri çox bir maraqlı integrala baxacaq. İntegral məxrəcdə kosinus x üstə gəlsin sinus x dx-in integralına baxacaq. Bunları çox fərqli yollarla yazmaq olar. Amma mən belə bir yol seçdim. Buradan yazılan kosinus x bərabərdir 1 minus tangensin kvadratı x bölünsün 2 1 plus tangensin kvadratı x bölü 2 1 minus tangensin kvadratı x bölü 2 1 plus tangensin kvadratı x bölü 2 trigonometrik funksiyalarda biz bu əvəzləməni yaza bilərik. Buradan yazıram sinus x bərabərdir 2 qat bucaq düsturunda 2 tangens x bölünsün 2 üstə gəlsin 1 plus tangensin kvadratı x bölünsün 2. Bunlar orta məktəbdə bu düsturlar hardan gəlir var. Yəni bunların çıxarışı da var ki, bunlar hardan gəlir. Bunları yazmıram, onda bu xeyli vaxt aparar. Onsuz da onun bildiyi var, orta məktəbdə onlar var. Sinus x üstə gəl kosinus x. Bizdə məxrəcdəki funksiya sinus x üstə gəl kosinus x. Bunları tərəfə toplayıram. Buradan alıram 1 minus tangensin kvadratı x bölü 2 üstə gəl 2 tangens x bölü 2 məxrəcdə 1 plus tangensin kvadratı x bölü 2. İndi bir də bu integralda sinus x, kosinus x'in yerinə kosinus x üstə sinus x'in yerinə gətirib bu ifadəni alsam belə bir çevrilib belə bir şəkildə düşəcək. 1 plus tangensin kvadratı x bölünsün 2 1 minus tangensin kvadratı x bölü 2 üstə gəl 2 tangens x bölü 2 dx bərabərdir. Buradan bərabərdir. İntegral. İndi mən burada tangens x-ə tangens x bölü 2'ye bərabər bir t desəm buradan x bərabər olacaq 2 vurulsun arc tangens x. Bu tangens t olacaq. Trigonometrik, tərs trigonometrik elə bir tangens x funksiyasının tərsini tapdıqda, yəni bu orta məktəbdə var, hər kəsə yəqin aydındır. Buradan diferensiyallasam alacağım 2 bölünsün 1 plus t'nin kvadratı dt. İndi tangens x'e mən bir tangens x'e bir t demişəmsə, bu olacaq 1 plus t'nin kvadratı, məxrəcdə olacaq 1 minus t'nin kvadratı, üstə gəlsin 2t, vurulsun dx'in yerinə gətirib bu ifadəni qoysam, onda alacağım 2 dt bölünsün 1 plus t kvadratı. Onda integralımız bu şəkildə olacaq. Baxın. Bunlar eşit edəcək. Burada olacaq 2t. Məxrəcdə olacaq 1 minus t'nin kvadratı plus 2t. Bax bu şəkildə olacaq. Bu da bərabərdir. Buradan mənfi 2'ni verilən mütərizə xaricinə kvadratdan bu əmsaldan mənfi 1'i çıxardıram. Buradan 2'ni çıxardıram. Onda alıram dt bölünsün t'nin kvadratı minus 2t minus 1. Bu da bərabərdir integral mənfi 2. Demək, rasyonel funksiyaların integralına gəldik çıxdıqda. Buradan olacaq. Bunu yaza bilərəm, bax belə t. Bunu yazıram t minus 1'in kvadratı çıxılsın kök altda 2'nin kvadratı yazıram. Bunu sadalaşdırsam eyni qaydayla alacaq t'nin kvadratı minus 2t minus 1. İndi bax buradan bərabərdir. Müxtəsər vurma düsturlarında 2 ədədin kvadratların fərqini tətbiq etsəm, alacağım t minus 1 minus kökdə 2
vurulsun t minus 1 plus kökte 2. Burada alacağım dt. Şimdi bunu bu şekilde yazsak t minus 1 minus kökte 2'de 1 çıkılsın 1 bölünsün t minus 1 plus kökte 2 sadeleştirme yaparsak burada alacağım 2 vurulsun kökte 2 t minus 1 plus kökte 2 vur t minus 1 plus minus kökte 2. Demek bu ifadede çatışmayan 2 vur kökte 2 var. Bunu yok etmek için onda biz bunu ben böyle yazıram. Yazıram menfi 2 vurulsun 1 bölünsün 2 vur kökte 2 integral. Getirip bak bu integralda bak bu ifadeyi yazıram. Çok maraqlı bir integral olacak bu. Buradan yazılan 1 bölünsün t minus 1 minus kökte 2 çıkılsın 1 bölünsün t minus 1 plus kökte 2. Bakın bu kayda olacak dt beraberdir. Buradan ikiler iktisat edecek. Buradan alacağım menfi 1 bölünsün kökte 2 vurulsun ln. Biz bu integralı açabiliriz. Bak bu olacak ln t minus 1 minus kökte 2 çıkılsın ln t minus 1 plus kökte 2 üzerine gelsin bizse. Ben kadar da biz bunu sadeleştirebiliriz. Bu beraberdir. Yani o kadar da sade bir integral değil tabii ki. Buradan sadeleştirme yaparsam, öyle bir bu menfisini buradan çıkartsam, promoyu yazacağım da buradan böyle olsun daha iyidir da. Böyle de yazabiliriz. 1 bölünsün kökte 2 vurulsun ln t minus 1 plus kökte 2 t minus 1 minus kökte 2 üzerine gelsin bizde o da beraberdir. Biz t'ye tangent 8 bölünsün 2'ye 1 t demiştik. Getir bu kıymeti bir yerde yazıram. Onda buradan alırım ki 1 bölünsün kök altında 2 vurulsun ln tangent x bölünsün 2 çıkılsın 1 plus kökte 2 buradan alacağım tangent x bölünsün 2 çıkılsın 1 minus kökte 2 üste gelsin s. Demek integral dx bölünsün kosinüs x üste gelsin sinüs x funksiyasının integralı berabermiş. Bakın bu ifadeye. Eğer bundan töreme alıp sadeleştirmeleri düzgün yaparsak hemen bak bu integral altındaki fonksiyanın alabiliriz. Bak buna beraberdir. Bölünük bu kadar, kifayet kadar maraqlı bir integral idi. O kadar da yəni əsən bir integral değildi. Orta məktəblərdə bəzən bizim dövrümüzdə 11-də böyle integrallar istifadə olunurdu. Maraqlı idi yəni bunlar. Mənə də elə rastıma hardansa çıxmışdı. Dedim baxam bu yanaşmayla yazdım. Yəqin ki izləyənlər də öz fikirlərini bildirərlər.